orta təlimli it, nə bilim, hamının dilinə düşüb, amma əslində belə bir şey yoxdur. Bu orta təlimli nə deməkdir? Mənim başım çıxmır. Təlim olur ilkin itaət təlimi, bir də iləri itaət təlimi, yəni yüksək itaət təlimi. İlkin itaət təlimində onların əslində orta təlim dedikləri oturuzdan filan bunlardır. Bunlar orta təlim deyil, bunlar ilkin təlimlərdir. Yəni orta deyilən bir şey yoxdur. Ya ilkindir, ya ən yüksəkdir. Ortada bir şey yoxdur. Zaten çünki otur, uzan yerində gözlə. Bunlar ilkin sayılır təlimlərin arasında. İti misal üçün 5 metr o tərəfdə otur verir, dartır belə, oturur, deyir ki, həfisi, itə otur komandasını öyrətdim. İt oturur bilir, uzanı bilir. 3 aylıq itə deyir, nə bilim, bu it orta təlimli itdir. 3 aylıq it nə yaxdır, nə yoxu gördü ki, elə bir orta təlimli it olsun. Belə şeylərə aldanmayın. Çalışın, normal sizi sağlandıra biləcək kifayət qədər şəxslər var, onları izləyin və yaxud da bizim səhifəni izləyin. Nə sualınız olsa ünvanlayın, zaten cavab veririk. Əsas odur ki, doğru yolda olun və içinizdə olan heyvan sevgisini öldürməyin.